Kərbəla şəhidləri 7-ci hissə. Səd İbni Abdullah Hənəfi. Səd İbni Abdullah Adnan qəbiləsindən idi və Küfədə yaşayan məşhur zadəganlardan olmuşdu. Müaviyyənin ölüm xəbəri Küfəyə çatar-çatmaz mübarizəyə başlayan Səd, Küfəlilərin məktubunu Məkkədə İmam Hüseynə çatdıran şəxslərdən idi və Müslim İbni Əqil İmam tərəfindən Küfəyə nümayəndə təyin olunanda, Səd ona ilk beyət edənlərdən olur. Aşura gecəsində İmam Hüseyn əleyhissalam səhabələrinə "Siz gedin, bunların işi mənimlədir. Haqqımı üzərinizdən götürürəm" dediyi zaman, Səd İbni Abdullah ayağa qalxaraq belə demişdi: "Allaha and olsun ki, əgər öldürülsəm və sonra dirilsəm, meydim 70 dəfə yandırılıb külümü külək səpələsə, heç vaxt səndən əl çəkməyəcəyəm." Səd İbni Abdullah Aşura günündə İmam Hüseyn əleyhissalam namaz qılanda onun qarşısında dayanaraq düşmən oxlarına özünü sipər edən şəxsdir. Şəhidlər sərvəri namazını bitirən kimi bədənində onlarla ox olan Səd yerə yıxılmış və son dəfə gözlərini açaraq İmam Hüseynə "Əhdimə vəfa etdimmi, ey Allah Rəsulunun nəvəsi" dediyində, İmam ona belə cavab vermişdi: "Bəli, sən məndən öncə cənnətə qovuşursan."